Salam aleyküm şeyx. Allah sizə bərəkət versin. Zilhiccə ayının fəziləti haqqında nələr var? Elhamdülillah. Zilhiccə ayı müsəlman aylarının içində ilin sonuncu ayıdır. Yəni 12-ci ayı. Allah Subhanahu taala ayları 12-yə bölüb. Quran-ı Kərimdə də buna qeyd edilir. İnna iddete şuhuri indallahi 12 şəhran. Bölüb. Əl-əyə. Bölüb. Aylar 12'dir. Bizdə birinci Məhərrəm ayıdır. Sonuncu ay Zilhiccə ayıdır. Zilhiccə ayının təbii ki, fəzilətləri var. Xüsusiyyətləri var. Fəzilətlərindən məsələn Allah Subhanahu taala bu ayın əvvəl 10 gününə and içir. Allah Teala buyurur ki: "Vel fecr ve leyalin aşr." Vel fecr ve leyalin aşr. Yəni and içir. Bu əvvəl Zilhiccənin 10 gününə. Çünki təfsirçilərin çoxusu qeyd edirlər ki, burada qəsd Zilhiccənin əvvəl 10 günüdür. Həmçinin fəzilətlərindən Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, bu 10 gündə edilən əməl başqa günlərlə münasibətdə edilən əməllərdən Allaha daha çox sevimlidir. Yəni bu 10 gündə hansı salih əməl görəcəksən, o birisi vaxtlarda etdiyinə baxmayaraq bu 10 gündə daha sevimlidir Allah üçün. Hətta dedilər ki, ya Rasulallah, hətta Allah yolunda cihada gedəndən əməlindən də dedi, bəli, bir dənə şəhiddən başqa. Gedib öləndən başqa. Hətta qayıtsa yaralı və ya sağ. Yenə bu 10 gündə edilən əməl Allaha daha sevimlidir. Görün fəzilətə baxın. Həmçinin bu ayın fəzilətlərindən bu ayda Ərəfə günü var. Yəni Zilhiccənin 9-cu günü Ərəfadır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim Ərəfa günü oruç tutsa, bir il keçmiş, bir il gələcək günahları yuyur. Yəni 2 il günahları yuyur. Yəni kiçik. Biz bilirik ki, böyük günahlar tövbə ilə gedir. Amma kiçik günahlar salih əməllərlə gedir. Görün nə əzəmətli gündür. Bir gün orucu tutmaq, Ərəfa günü. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Ərəfa günü bir il keçmiş və bir il gələcək günahları yuyur. Və Ərəfa günü əzəmətli gündür. Və fəzilətlərindən həmçinin bu ayın həc var bu ayda. Həc var. Fəzilətlərindən təşrik günləri var. Mənə elə gəlir ki, bu qədər fəzilə elə kifayətdir ki, gözəl bir ay gəlir və bu ayda islah olmaq üçün, həmçinin mömin üçün böyük bir fürsətdir. Bəli. Şeyx, həmçinin Zilhiccə ayının ilk 10 günü oruc, o fəzilətlərə daxildirmi? Varmı belə bir şey? Elhamdülillah. Bilirsiniz, Zilhiccənin əvvəl 10 günündə, 10 günü yox, əslində 9 günü. Çünki Zilhiccənin 10-cu günü bayram daxil. Bayram oruç tutmazlar. Haram da olmaz. Amma Zilhiccənin 9 günü oruç tutmaq barədə o məsələdə ixtilaf var. Yəni dəlil yoxdur açıq aydın. Amma o hədis ki var ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bu 10 gündə edilən əməl Allaha daha çox sevimlidir, başqa günlərdə edilsə, məsələn, oruc da tutmaq olar. Xüsusən düzdür, 9-cu gününü tuturuq, Ərəfə günü. Amma əvvəl kim istəsə tuta bilər. Kim istəsə tuta bilər. Yəni yoxdur ki, o günlər oruç tutmaq olmaz. Çünki oruc da Allaha ən sevimli əməllərdəndir. Xüsusən kim 9 günü tutsa gözəl. Yəni bu kimi, bu cür yanaşmaq olar. Bəli.